Odur ki Allah gileylənir. Hədis-i qudsidə var ki, mənim bəndələrim hər gün səhər açılanda təzə neymətlər göndərirəm, axşam sizdən günah gətirirlər mələklər. Yenə səhər açılır, yenə neymətlər göndərirəm, yenə günah gətirirlər sizdən. Nə gözəl Allahım mən, nə pis bəndəsiz. Nə vaxta qədər mənim neymətimi günahla cavablandıracaqsınız. Amma mən dözürəm. Hər nə vaxt istəsöz qapımı açıq qoymuşam, günün hansı vaxtında istəsöz gəlin mənə tərəf, mən belə Allaham. Ey Davud, kim məndən dərdinə dərman istədi vermədim? Niyə məndən üz çevirib başqalarının qapısına gedirlər? Məyər mən pis həmsöhbətəm? Mənlə danışmaq niyə bu qədər ağır gəlir bunlara? Niyə çətin gəlir? Niyə başqaları ilə günün bütün hissəsini danışırlar, 2 dəqiqə mənim huzurumda dayananda yenə də diqqətləri cəm olmur, yenə fikirləri başqalarının yanındadır? Mən yenə də əzab vermirəm. Həftə içində cümə gecəsi qərar verib, günün hər saatına fəzilət verib, deyib gün qürub eləyən vaxta gəl bağışlayım, günün filan saatında gəl, azan saatında rəhmət açılır. Day mən nə dillə danışım, necə dəvət eləyim, özdə mənə nə xeyri bunun, sizin üçün bunların hamısını yaratmışam.